Yüzü təqdim edin zəhmət olmazsa. Məmmədova Atlas, Beyləqan rayonu sakiniyəm. Hal-hazırda Bakıda yaşayıram. Zob xəstəliyindən çoxlu əzablar çəkdim, əziyyətlər çəkdim. Poliklinikalar gəzdim, heç birinin çarə tapmadım. Bu balaca qızın başında miqrel vardı. Bir gün Sevgətin doktorun baxıb verilişinə gəldi, məni təkid eləyib, dur gedə görə. Dedim, getmirəm, mənə həyatda yaşamaq sönüb. Ümidim kəsilmişdi. Vallahi əl çəkmədik, yətidik. Çox sağ olsun, var olsun Sevgətin doktor. Mənim zobum 10 günə müalicə elədi. Hətta dişimi ağzıma belə qoya bilmirdim. İndi ağzımda dişim, bax sizinlə danışıram. Əmin eləyirəm, bütün bacı qardaşlarımı bax bu məkana, bu ünvana çağırırım. Allaha and olsun. O tovuzda mən belə qandım, mən onu tərif eləmirəm, olanı deyirəm. Qızımı miqreldən azad elədi, məni də bu zob xəstəliyini, ürək xəstəliyini. Bütün qızımın ailəsi adından, öz ailəm adından bu Loğmanıma, bu doktoruma dərin təşəkkürümü bildirirəm. Var olasan doktorum, sağ olasan doktorum. Mən Məryəm, migren, nevrozdur, bir çox Panik atak, zob, mədə bağırsaq problemi. Gəldim, birinci sizə səbriniz üçün çox sağ ol deyirəm həkim. Mənim vəziyyətimi çəkdiniz. İndi də şükür Allaha, baş ağrısı olmur, döyüntülər də lap az qalıb, müalicəmiz davam edir. Çox sağ olun hər şey üçün. Yəni, bütün hamını dəvət edirəm. Kim xəstədir, kimin problemi varsa, migreni varsa buyursun gəlsin. Sonunda bu qızıma görə bu həkimə çox sağ ol deyib əl uzadıram ona. Bu əllərimlə bu üzümün yox, təşəkkür edirəm. Bu qızıma görə. Mən yaşamağa ehtiyaclarım, hər şeyim var. Bu da evlatlarım bir tərəfə çıxarsın. Sizin sayənizdə çıxarsın. Var olun, minnətdaram. Çox sağ olun. Çox sağ olun. Beyləqana salamlar. Beyləqan əlinə salamlar göndərirəm. Hamısı tanıyır bizi.